Mən hərdən möminlərin, dindarların, ibadət edən adamların elə sözlərini, fikirlərini, statuslarını hərdən oxuyuram ki, deyirəm, bu təəccüblüdür ki, bu cəmaata ürək dirək verməli, ümid yaratmalı olan insan məyusluqdadır, başdan ayağa, necə deyim sizə, qəm tökülür yazdığından, danışdığından. Elə bil ki, heç Allaha iman gətirməyib bu insan. Kumel duasında deyir, İlahi, rəhm elə o kəsə ki, nəyi varsa ümididir. Ümidindən başqa heç nəyi yoxdur. Ancaq ümidi var. Ümiddən başqa heç nəyi yoxdur. Ümid hərəkət verici bir gücdür insana. Ümid möcüzələr yaradır. İnsanlar nəyə çatırsa ümidlə, inamla çatır. Ümid çox mühümdür. Allahümme əğfir liyə-zunubəlləti təqtə'ur-rəca. Əleyhisselam deyir. İlahi, o günahlarımı bağışla ki, ümidimi kəsir səndən. Ümidimi kəsir.